Biz Sumqayıt şəhərində çərəz yerindən İrandan gələn məşhur yağı aldıq bugün. Amma üzərindəki tarix farsça idi deyə bilmədik. Soruşduq, dedilər təzədir. Hətta paketi əllə açıb dedilər ki, baxın rəngindən. Biz də balacasını aldıq, gəldim evə, maraqlı gəldi. İnternetdə ChatGPT-dən soruşdum, fotosunu atdım. Sən demə 2025-ci ildə vaxtı bitibmiş. Və bizim tamaşaçımız bax bu görüntünü atıb. Ay Allah Sənin də sevimli yağından söhbət gedir. Valla sevimli yağın da vaxtı keçə bilir də. Nə problem var ki? Yəni, onu satanda da günah. Günah satanda deyil. Kimdədir bəs? Buna nəzarət edən qurumdadır. Yox, nəzarət... Bütün xarici məhsullar, İran da xaricdir, o deyir, borcumuz alma. olsa da. Yox, bütün xarici məhsulların üzərində Azərbaycan dilində mütləq onun ən azı heç olmasa tərkibi və onu idxalçısı və istehsal və yaxud expiry, yəni son istifadə tarixi olmalıdır. Dili bilməyə bilərsiniz. O gözəl süni intellektdən elə orada istifadə eləyərdiniz gərək. Peki megabaytdan indi istifadə edən amma mən məsələn son vaxt elə eləyirəm. Olur da, indi başqa ölkələrin dilində məhsul çıxır qabağıma da. Belə oxuduram ki, belki o yağ deyil ümumiyyətlə. Yəni belki içində elə şey var ki, mən onu yemirəm də, yəni məsələn deyirəm. Ona görə çalışıram elə eləyim, amma əlbəttə Ayten demiş onun Azərbaycan dilində, öz dilimizdə Azərbaycan qanunları var. Yəni ona görə bizdə belə məhsullar çox.